Qardaş, sən nə ilə məşğulsan axı? Vallah gördüyüm bu işlərin hamısı boş şeylərdir. Yaxşı bir şeylər olsaydı, mən də edərdim, gedib başqası edərdi. Əsas məsələ oradadır. Sənin kimi adamlar heç vaxt bu işləri başarmayacaqlar. Çünki bu işlər üçün ürək, cəsarət, bir də səbir lazımdır. Sizlər gülməyi bilirsiniz, mən isə susub işləməyi. Sən elə danışırsan ki, güya sabah milyoner olacaqsan, ad da qoymusan milyoner. Deyək ki, mənim milyon pulum yoxdur, amma milyonluq inamım var. O sizdə yoxdur deyə belə şeylər sizlərə qəribə gəlir. Hər kəs başlayır axı. Bəli, düz deyirsən. Hamı başlayır, amma çoxsu yarıda qaçır. Mən başladım, amma qaçmadım. Fərqimiz oradadır. İndi sən deyirsən ki, biz heç kimik. Mən onu demirəm, amma sizin kimi adamların düşüncəsi həqiqətən mənə çatmır. Hətta mümkün deyil, çünki sizlər ancaq hazır nəticəyə inanırsınız. Zəhmətə, əziyyətə yox. Onunla belə çıxır ki, axırda bizə heç nə qalmayacaq. O gün gələndə mən danışmayacağam, sadəcə baxacağam. Sizlər isə baxa-baxa düşünəcəksiniz. Kaş başlayardı.